Salam əziz abituriyentlər, bu videoda fizika ümumi sınaqlar toplusundan sınaq 20-nin izahına baxırıq. Birinci sualdan başlayaq. Düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanarasında qrafiki verilmişdir. Bu cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamanarasında qrafikini müəyyən edin. Qrafikə baxdıqda görürük ki, müəyyən sürətdən, yəni V0 sürətindən x-ox istiqamətində bərabər yeniləşən hərəkətə başlayır. Bu o deməkdir ki, cismə müəyyən bir sabit qüvvə təsir göstərir və A bərabərdir konstant, yəni sabit təcilli hərəkət edib bərabər yeniləşən və ya bərabər təcilli hərəkətdir. Bu o deməkdir ki, cismə x-ox istiqamətində hər hansı bir sabit F qüvvəsi təsir göstərir və cisim x-ox istiqamətində yeniləşir. Buna görə cavab C variantı olur. 2. Amper vuraq saniyə kvadratı, farad vuraq ohm ifadəsi hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Baxaq. Deməli, amper vur saniyə kvadratını olduğu kimi saxlayaq. Farad vur ohmun əvəzinə, faradın əvəzinə deməli, kulon bölü volt. Deməli, amper vur saniyə kvadratı olduğu kimi qalsın. Farad yəni S-dir, küp bölü U, kulon bölü volt. Vuraq. Ohmun əvəzinə volt bölək amper. Voltlar geçsin, amper qalxır yuxarı. Amper kvadratı vuraq saniyə kvadratı bölək kulon. Amperin özü kulon bölək saniyədir. Kulon vuraq saniyə kvadratı bölək kulon vur saniyə. Daha doğrusu kulon kvadratı bölək saniyə kvadratı. Kulon geçsin saniyə kulon. Cavab kulon. Yəni elektrik yükü. 3. Cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Aşağıdakı fiziki cəmiyyətlərdən hansı və ya hansıları sabit qalır? Hərəkət birinci suala bənzər. Yəni müəyyən bir sıfır. Yəni burada başlanğıc sürət yoxdur. Sükunət vəziyyətindən hərəkətə başlar və yeniləşən hərəkətdir. Yeniləşən hərəkət eləyirsə və düzxətli bərabər yeniləşəndir. Ona görə təcil bərabər təcilli hərəkətdə A bərabərdir konstant. Cisim kütləsi sabit, deməli qüvvə sabit, təcil sabit, sürət artır, təcil sabit, yol artır. Ona görə yalnız 2. 4. Maddənin xüsusi istilik tutumunu təyin etmək üçün istifadə olunur. Kalorimetrdən, kalorimetr yəni bildiyimiz termosa bənzəyir. İçərisində termometr və istilikdən izolyasiya olunmuş hissədən ibarətdir. 5. İzoxor prosesdə 2 mol 1 atom dial qaz 5 Kelvin qızdırılıb. Qaz nə qədər iş görmüşdür? İzoxor proses ifadənin əvvəlinə görürük izoxor. İzoxor prosesdə iş görülmür. Çünki delta V bərabərdir 0. Dəyişmə yoxdur. Birinci kondensatorun lövhələri arasında gərginlik U1 bərabərdir 8 voltdur. İkinci kondensatorun elektrik tutumunu hesablayın. Deməli, ardıcıl birləşmədir. Bura ardıcıl birləşmədə Q1 bərabərdir Q2. Onda S1U1 bərabərdir S2U2-yə. Gərginlik mənbəyə baxdıqda görürük 20 volt. Birinci kondensatorun gərginliyi 8 voltdursa, ikinci kondensatorun gərginliyi U2 bərabərdir 12 volt. Çünki U bərabərdir U1 plus U2 də ardıcıl birləşmədə. Qlər isə bərabərdir. Onda gətirib ifadəni yerinə yazsaq, 6 vuraq 8 bərabərdir. S2 vuraq 12. S2 də bərabərdir 48 bölü 12. 4 mikrofarad. Cavab D variantı olur. 7. Qayışlı ötürməklə sürüşmədən fırladılan disklərdə A diski 16 dövr edəndə B diski neçə dövr edər? Qayışlı ötürmədə məlum məsələ sürətlər bərabərdir. VA bərabərdir VB, xətti sürətlə gedilən yollar bir-birinə bərabər olur. Ancaq dövr sayı ilə N1-in
n2-yə radiuslarla tərs asıldı. İndi burada biz hərflərlə ifadə edək. n-a-nın n-b-yə, r-b-nin r-a-ya tərs asıldı. Buradan A diski 16 dövr edir. 16 bölək NB bərabərdir. RB-miz 8 bölək 2. NB də bərabərdir. 16 bölək 4. Cavab 4 dövr. 4 dövr edər. 8. Dairəvi tezliyi 3 radian bölək saniyə olan riyazi rəqqas bir kənar vəziyyətindən iki kənar vəziyyətinə nə qədər müddətə gələr? Burada periodun yarısı qədər müddətdə getdiyi yoldur. Yəni, deməli, periodu tapasaq, 0.5 t müddətin lazımdır bizə. T bərabərdir 0.5 period. Yəni, iki kənar vəziyyətinə gəlmək, daha doğrusu birdən ikiyə gəlmək 0.5 t müddətidir. 2-də 1 t. Onu da deməli, omega bərabərdir 2pi bölək t. T bərabərdir 2pi bölək omega. 6 bölək 3. 2 saniyə. Deməli, bizə 1 saniyə periodun yarısının müddətində getdiyi hissə. T bərabərdir 1 saniyə. 9. Verilmiş metal üzərinə düşən işığın dalğa uzunluğu sabit qaldıqda, onun səthindən qopan fotoelektronların maksimum kinetik enerjisi düşən işığın intensivliyindən asılı qrafiki hansıdır? Fotoeffektin ikinci qanununa görə düşən işığın intensivliyindən asılı kinetik enerji və ya bağlayıcı gərginlik düşən işığın intensivliyindən asılı olan tezliyi ilə düz asılıdır. Ona görə cavab C variantı olur, asılı deyil. İki kürəciyin A nöqtəsində yaratdığı elektrik sahəsinin yekun intensivliyi Y-dir. Kürəciklərin yüklərinin işarələrini müəyyən edin. Deməli, yekun intensivliyə baxdıqda, deməli, Q1-dən çıxar, Q2-yə daxil olan intensivliklərdir. Q1 intensivlik xəttləri ondan çıxırsa, deməli, Q1 müsbətdir. Q2-yə daxil olur, mənfidir. Q1 müsbət, Q2 mənfi. 11. M bərabərdir 3 kiloqram, F bərabərdir 70 newton olarsa, tarazlıqda olan ipdə yaranan T gərilmə qüvvəsinin qiymətini hesablayın. Deməli, kütləsi 3 kiloqram, ağırlıq qüvvəsi 30 newton, F qüvvəsi 70 newton. Deməli, bizim T gərilməmiz T bərabərdir mg plus F 100 newton olar. Tarazlıqda olduğuna görə. 12. Verilmiş kütləli ideal qaz üzərində gedən proseslərin qrafikləri göstərilmişdir. Hansı prosesdə qazın sıxlığı artır? Sıxlığın verilmiş kütləli sözü var. Deməli, kütlə dəyişmir. Rho bərabərdir M bölək V ifadəsindən həcm deməli, azalmalıdır. Yəni, həcmin azaldığı hissələrə baxır. Təzyiqin sabit qalması ilə temperatur azalanda həcm azalır. İzobar, sıxılma və ya soyuma. 1.6. İzotermik deməli, təzyiqin artmasına baxaq. Daha doğrusu, bayaq mən səhv dedim. İzobar, sıxılma yoxdur. İzobar, sıxılma 1.6. Bir də izotermik sıxılma. Təzyiq yenə artır. Yəni, izotermik sıxılmada məlum məsələ temperaturun sabit olması ilə həcm azalır, təzyiq artır, təsvir tənasibdir. 1.2 və 1.6. Cavab D variantı olar. 13. Verilmiş elektrik dövrəsinə qoşulmuş voltmetrin göstərişi nə qədər olar? Deməli, ümumi müqavimətlərimizə baxsaq, 2 ohm, 2 ohm, 2 ohm bir-birinə paralel birləşib. Burada yekun R bərabərdir 2 ohmdur. Çünki 2 bölək. Daha doğrusu 1 ohmdur. R bərabərdir 1 ohm. Bu təzədən ardıcıl birləşib. Yekun R bərabərdir 3 ohm olar. Deməli, R müqavimətimiz 3 ohmdur. I də bərabərdir
epsilon bölək R plus daxili müqavimət 36 voltdur. 36 bölək R'miz 3 plus 1 4 9 amper. Keçən cəryan 9 amperdir. U da bərabərdir epsilon minus IR. 36 minus 1 9. Deməli 27 volt. Digər düsturumuz U bərabərdir epsilon R, R plus R düsturundan 36 vuraq 3 bölək 4. 27 volt. Hər iki üsulla həll etmək olar. Cavab C variantı var. 14. Şəkildə verilmiş elektrik dövrəsinin ampermetrin göstərişini hesablayın. Dəyişən cəryan dövrəsidir. Dəyişən cəryanda hər üçü, yəni hər üç müqavimət birləşdirildi. Həm aktiv, həm reaktiv müqavimət birləşdirildikdə I bərabərdir. Deməli, epsilon bölək, daha doğrusu epsilon burada U I bərabərdir. U bölək Z. Müqavimətimiz Z bərabərdir. Kök altında R kvadratı plus X deməli L minus XC-nin kvadratı. Burada hesablasaq Z bərabərdir. 9 plus 12 minus 8 kvadrat 4 16. Buradan çıxır 25 5 10. I də bərabərdir. Təsir edici qiymətini hesablayaq. U bərabərdir. U maksimum bölək kök altda 2. 20 kök altda 2 bölək kök altda 2. Kökdə 2'lər geçsin. 20 volt. Yəni 20 bölək 5. Daha doğrusu 20 bölək 5 4 amper. Cavab A variantı olur. 15. Çəkisiz yaylarda yaranan elastiklik qüvvələr arasında hansı münasibət doğulur? Yayların çəkisi nəzərə alınmır. Ümumiyyətlə bu formada olduqda ağırlıq qüvvəsi ilə, yəni mg 3mg ağırlıq qüvvəsi ilə elastiklik qüvvələr bir-birini tarazlaşdırır. Ona görə birincidə yaranan F1 bərabərdir mg, ikincidə yaranan elastiklik qüvvəsi 3mg. Onda F2 bərabərdir 3m1. 3 dəfə artıq. Cavab E variantı olar. 16. Yanacağın yanması zamanı ayrılan istilik miqdarının xüsusi yanma istiliyindən asılılıq diaqramında hansı nöqtəyə uyğun kütlə ən kiçikdir? Q bərabərdir QM. Bizdən kütləni soruşur. M bərabərdir Q bölək xüsusi yanma istiliyin Q'su. Yəni ki, tangens alfa ilə düz asıldı. Ən kiçikdir 4. 17. Aşağıdakı xüsusiyyətlərdən hansı maqnit sahəsinin qüvvə xəttlərinə məxsus deyil? Deməli, qüvvə xəttləri qapalı deyil, məxsus deyildir. Yəni, səhvləri götürürük. Bir, bəli, qapalıdır, qapalı deyil yazılıb. Bir götürürük. Qüvvə xəttləri kəsiləndir. Hayır. Elə bunu da götürürük. Qüvvə xəttləri qapalıdır. Düzdür, amma bizə səhvidir. Ona görə 1 ilə 2. 18. Optik qüvvələri D1 bərabərdir 5 dioptriya, D2 bərabərdir 2 dioptriya olan iki paralel lins arasında məsafə nə qədər olmalıdır ki, onların birinin üzərinə düşən paralel şüa ikincidən keçdən sonra paralel olsun. Yəni, L məsafə bərabərdir F1 plus F2 olacaq. Birincinin fokus nöqtəsi üstə gələ, ikincinin fokus nöqtəsi. Ancaq biz buradan D-lərə görə müəyyən etsək, F1 bərabərdir 1 bölək D1, F2 bərabərdir 1 bölək D2. Yəni, 1 bölək 5 bərabər 0.2, 1 bölək 2 bərabər 0.5. Onda buradan 0.2 plus 0.5 bərabərdir 0.7. Hər ikisi müsbətdir, toplayıcı lins alacaq. C variantı. M 2 kiloqram kütləli cisim tərpənən blok vasitəsilə bərabər sürətlə qaldırılır.
Blokdakı sürtünmə qüvvəsi 5 Newton olarsa, F qüvvəsinin qiymətini hesablayın. Deməli, kütləsi 2 kg, M aşağı 20 Newton. Tərpənən blok vasitələ bərabər sürətlə qalır. Blokda sürtünmə qüvvəsi də 5 Newtondur. Deməli, burada 20 Newton yaranır. Plus 5 Newton sürtünmə qüvvəsi var. Bizdən F qüvvəsinin qiymətini soruşur. 20, 10, 10. 5 Newtonda sürtünmə 15 Newton alır. C variantı. Bir cism maqnit sahəsində induksiya xəttlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkət edən naqildə induksiya elektrik hərəkət qüvvəsinin zamanaslı qrafik verilmişdir. Hansı qrafik bu naqilin təcilinin zamanaslı qrafikidir? Deməli, konstantdır. Bu eyni ilə sürətə bənzəyir. Deməli, naqilin müəyyən bir düz xəttli bərabər sürətlə hərəkət etdiririk. V-nin T-dən asılılığı düz xəttli bərabər, daha doğrusu bərabər sürətlə dedik. Müəyyən bir sürətlə hərəkət etdiririk. Elektrik hərəkət qüvvəsi sabit qalır. Ona deməli, təcil sıfıra bərabərdir. A variantı olar. 21. Həcmi 6 metr kub olan cismi 1/3 hissəsi suya bataraq üzür. Cismi təsir edən Arximet qüvvəsini hesablayın. F Arximet bərabərdir. Rho mayi V batan J. Burada artıq bunların hər biri verilib. 1000, 10 üstü 3 vıraq. V batan 6 metr kubun 3/1'i 6 vıraq 3/1 2 metr kub deməkdir. Yəni həcmi 2-dir batan hissə. J-nin qiyməti də 10. Bu da 20 kilo Newton. Yəni cavab Y variantı olar. 22. Bir cism maqnit sahəsinə yerləşdirilmiş Wilson kamerasında alfa hissəcik daxil olur və K trayektoriyası üzrə hərəkət edir. Həmin sürətlə bu sahəyə daxil olan proton hansı trayektoriyaya hərəkət edər? Deməli, alfa zərrəcik müsbətdir və ən ağırdır. Alfa zərrəcik K üzrə daxil olursa, helium 2,4 müsbətdir və həmin sahəyə daxil olan proton da müsbətdir. Ancaq R bərabərdir MV bölək QB ifadəsindən görürük ki, M bölək Q-dən düz asılıdır. Deməli, helium üçün 4 bölək 2-dir, 2-dir. Hidrogen və yaxud da ki, proton üçün H11, P11, yəni 1-dir. Onu deməli, bunun radiusu daha kiçik olacaq 1. Cızlığı radiusu daha kiçik olacaq. Əgər böyük olsaydı, 2-ni götürərdik. 4 ilə 5 hissəsinə baxmırıq, çünki bu hissəyə mənfi yük hərəkət edəcək. 23. Düz xəttli hərəkət edən 5 kg kütləli cismin təcilin proyeksiyasından asılılığı şəkillər kimidir? Cismin impuls dəyişməsinin modulunu hesablayın. Deməli, təcilin proyeksiyası verilib bizə. Birinci halda deməli, V bərabərdir. Başlanğıc halda. V0 bərabər 0 olduğuna görə AT ilə getsə, 2 dəfə 4 vur 2, 8 metr bölək saniyə. Müəyyən andan sonra isə artıq təcil yavaş-yavaş 0 olur bu hissədə. Və 5 kiloqram kütlə impulsun dəyişməsi deyir. İmpulsun dəyişməsi dediyinə görə, deməli, başlanğıc halda P0 bərabərdir. Q, yəni V'miz 5'dir. Bu hissədə. Deməli, delta P bərabərdir. P və azalır keçib. P0'miz P yazacaq. Modulun. Əslində mənfi olacaq. Amma biz müsbətini götürürük. MV bizə bu hissədə sürət. Çatdığı, yəni bu ikinci saniyədəki sürət.
5 vuraq. Deməli, 8, 40, minus. Bunu bir daha səliqəli yazaq. Deməli, bizim zamanın bu hissəsində P bərabərdir, P0 bərabərdir. Kütləsi 5 olduğuna 5 dəfə 8-in 40. Bu hissədə isə sürət, deməli, təcil gedib 0-a 2 saniyədə V bərabərdir. Bu hissəni VA qəbul edir. VA minus, deməli, bu hissənin sahəsi V bərabərdir AT, sahə kimi baxırıq. Deməli, 2, 4. O da bərabər 8 minus 4 bərabər 4. Deməli, bu hissədə də impuls 4 dəfə 5-in 20. Deməli, impuls dəyişməmiz mənfi olur. Biz bunu belə qəbul edək də, mənfi 20, 40 plus 20 kimi 60 yazacağıq. Cavab C variantı olar. 24. Dalğa uzunluğu 1,6 metr olan dalğanın eyni fazda rəqs edən iki ən yaxın nöqtəsi arasında məsafə nə qədərdir? Dalğa uzunluğu lambda bərabərdir 1,6-dır. Eyni fazda rəqs edən ən yaxın iki nöqtə arasında məsafə elə dalğa uzunluğudur. Misal üçün, bir nöqtəsində iki nöqtəsi. Elə lambdadır. Ona görə A variantı var. Cismin meyl bucağı 45 dərəcə olan mail müstəvi boyunca sabit sürətlə yuxarı qaldırılır. Sürtünmə əmsalının 0,6 olduğunu bilərək mail müstəvinin faydalı əmsalını hesablayın. Deməli, eta bərabərdir. Düsturumuz 1 bölək 1 plus mü kotangens alfadır. Bunu da əvəzinə yaza bilərik. 1 bölək 1 plus kotangens alfanın əvəzinə mü kosinus alfa bölək sinüs alfa. Belə yaza bilərik. Gətirək ifadənin yerinə yazaq. 1 bölək 1 plus 0,6 vuraq. Sinus da, kosinus da kök altda 2 bölü 2-dir. Tangens və kotangens 45-də 1-dir. Vuraq 1. O da bərabərdir. 1 bölək 1 plus 0,6. 1 bölək 1,6. Vuraq 100. Bu da deməli 62,5. 26. Rəqs konturunda 60 metr uzunluqlu dalğalara köklənmişdir. Kondensatorun tutumunu 4 dəfə azalda rəqs konturu hansı dalğalara köklənir? Deməli, lambda bərabərdir ST. O da bərabər S vuraq 2 pi kök altında LS. Birinci halda budur. Lambda müəyyən bir 60 metr dalğaya köklənir. Kondensator tutumu 4 dəfə azaldanda lambda da 2 dəfə azalır. Çünki kök altda 4 dəfə azalır. Ona görə 60 bölü 2 30 metr olar. 27. Uyğunluğu müəyyən edin. Kaplyar borudun radiusunu 2 dəfə azaltdıqda kaplyar boruda qalxan mayın hündürlüyü. Deməli, H bərabərdir 2 sigma bölü rho J R. R ilə tərsdir. 1 B artar. Qalxan mayın həcmi 2 dəfə azalır. Səthi gərilmə misalı dəyişməz. Çünki mayın növündən və temperaturdan asılıdır. Deməli, bu 4-cü qruplar üçündür. Bu sınaq, ona görə siyasət testləri də burada.
Sərnişin metronun platformasındakı sütunların birində cihaz asıldığını gördük. Cihazın üzərində göstərişi 21 dərəcə və 18 dərəcə olan 2 termometr. Aşağıdakı cədvəl var idi. Termometrlərin göstərişinin müxtəlif olması onu təəccübləndirdi. Məlum məsələ quru və yaş termometrlərin göstərişinə baxacağıq. Bu hansı cihazdır və onunla hansı kəmiyyətlər müəyyən etmək olar? Psixrometrdir. Psixrometrdir və havanın rütubətini, özdə havanın nisbi rütubətini ölçmək üçün istifadə olunur. Termometrin göstərişinə və cədvələ əsasən həmin kəmiyyəti hesablayın. Yəni nisbi rütubəti hesablayaq. Pi bərabərdir. Termometrin göstərişi quru termometr 21-dir. Yaş termometr 18 isə bunların fərqi 3-dür. İkisinin kəsişməsi 74%. Havanın 50 metr kub həcmində su buxarının kütləsini qramla hesablayın. Deməli, nisbi rütubətimiz 74-dür. Onda rho-nu tapaq. Nisbi rütubət fi bərabər rho bölək rho 0 vuraq 100-dür. Rho bərabərdir. Fi vuraq rho 0 bölək 100. O da bərabərdir. 74 vuraq 20 bölək 100. Bu da bərabərdir 14,8. Sonra biz bildiyimiz rho bərabərdir m böl v ifadəsindən. M bərabərdir rho v. 14,8 cavablar qramla hesablayırıq. Onsuz heç bir dəyişiklik eləmirik. Vuraq 50. Bu da 740 qram. Belə.